kədərdən başlayır və kədərdə gerçəkləşir. Şərə qarşı durur. Kədər əks varlığına çevrilir. Şəri rədd eləyən insan yüksək dərəcədə faciələşir. Ya gərək şərə əyləsən, burada faciə qurtarar. Ya da əyilmirsənsə, faciə artır, gelir və zirvəyə qalxır. Və burada sənə güc lazımdır ki, o zirvədə dayanarsan, faciə zirvəsində başın fırlanmaya, aşağı düşməyəsən, faciə zirvəsində durmaq üçün də böyüklük lazımdır. Bunu deyil. Fəxr eləyəsən, sevəsən ki, sən fəlakətli olmuşsan, fəlakəti sevəsən, faciəni sevəsən, bağrına basasan faciəni və vüqarlı olasan faciənlə, faciə vüqarı gəlana bunu deyir. Faciə vüqarı, əzəməti halayı, mənəm Allah, faciəyəm, faciəvi olduğum üçün Allaham. Yoxsa əzilib üzülmürəm, faciə məni pişik eləmir, faciə məni balacalığında heç eləmir, faciə məni böyüdü, dağ edir. İçimdəki dağdan dağ yaranır və buna fəxr edirəm. Bunu deyir muğam. Ən azı bunu deyir, ən azı. Təmsiliyə, faciə, mütləqlə görüş vasitəsi aradan qaldırır. Faciəni aradan qaldırmaq üçün gərək icalına çatasan, gərək Allahına çatasan, Tanrına, içindəki böyük Tanrına çatasan, özündən böyüyünə çatasan, uçurumundan keçəsən, qəhrəman olasan, yalnız onda, yalnız mütləqdə, yalnız qeyri-adidə, yalnız həyata bənzəməyəndə İnsan qalxa bilər, faciədən aralana bilər. Faciəli aralamaq balaca adamın işi deyil. Sənə böyük bir qərab olur, ruhani qərab. Etizaz nə deyən şeydir? Etizaz coşqun duyğudur, lakin adi coşqun duyğu yox, ali coşqun duyğu. Özünü itirirsən, nəsə böyük bir əzəmət görəndə özünü itirirsən, sarsınırsan, lakin o sarsıntı səni məhv eləmir, əksinə böyüdür, səcdə səviyyə qalxırsan. Etizaz səcdənin ikinci adıdır. Səcdə böyüklük əlamətidir. Həm səcdəgahın özünə, həm də səcdə eləyənin özünə
Səcdə edən özündə səcdə eləmək ehtirası var və ehtiyacı var. O da dəhşətli, onsuz yaşamaq olmaz. Və muğam bunu dəhşətli dərəcədə gözəl verir. Muğamın ehtizazı qətiyyən adi ehtizaz deyil. Skriabinin ehtizazı deyil. Skriabinin ehtizazında ehtizaz yoxdur. Ehtizaz elə bir coşqun məqamdır ki, özünü də itirirsən, canını da itirirsən, bədən ağrı, yük düşür, dəhşət olursan, dəli divanı olursan, məvcud olursan, lakin fərəhin də yerə göyə sığmır. Muğamda ehtizaz çox cəhətlidir. Vəc, heyrət, ilham, fərək, vüqar, hökm. Ehtizaz alinin, kamilin, mütləqin ifadəsidir. Və buna görə də qəlbin ali, kamil, ideal halıdır. Bəzən elə bilirlər ki, səcdə müthilikdir. Müthidən səcdə olmaz. Özünü sevməyən adam başqasını sevməz. O başqasına kömək eləyər, başqasının nökər olar. Səcdəgah olur, səcdəsi olmaz. Səcdə tamam ayrı şeydir. Şər bunu itiribdir təəssüf ki. Hökümdara eləmək olunmaz səcdə. Hökümdarlıq siyasətdir, siyasət güclükdir. Siyasətdə namus qeyrət yoxdur. Siyasətdə yalnız oyun var və nəticə var. Ona görə də şahlara səcdə qılmaq axmaqlıqdır. Amma təmiz adamların nəticələrə səcdə qılmaq azımıdır. Vaxtında bəlkə də onların ömrü uzanar. Heç bir şey müasir deyilən kimidir. Müasir deyilənə baxmamız yalandır, inanmır. Hər şey tamam başlayır. Ehtizaz alinin, kamilin, mütləqin ifadəsidir və buna görə də qəlbin ali, kamil, ideal halıdır. Lakin ehtizaz birdən-birə olmur. Hər bir şöbədə ehtizazın imkanı var. Ehtizazın başlanması var. İndi görəcəksiniz, mənsurədə ehtizazın özü var. Və burada dəhşətdir. Elə məqamda sən, səcdə məqamında, etiraz məqamında, ehtizaz məqamında sən özünü elə itirə bilərsən ki, sən hansı vaxtda olduğunu, hansı gündə olduğunu, kimdən olduğunu da unudarsın. Elə həyat belə gözəldir da. Hər şey əvvəldən verilir, rasional, çünki bu olacaqsa, bu olacaq, hörmət, və yavaş-yavaş artan hörmət, həyatda stil olmalı, seyir olmalı, həyatda ehsas olmalı, hörmət azdır. İnsan insansızca yaşamamalıdır, həssas olmalıdır. İnsan insansız bağırmalıdır, gəmirməlidir. İnsan insansız ölməlidir. Hamısı gedir, demək olar ki. Maye çayacaq, mahiyyətli düşüncələr ehtizazı hazırlayır. Hələ özü yox, hazırlayır. Düşüncələrdən yüksək olan, özündən yüksək. Dünya ilə görüş ehtizazı hazırlayır. Dünya ilə görüşdən yüksək olan. Həm ehtizazı hazırlayır, qəmdən yüksək olanı. Bəstənigar, kədər çalanları ehtizazı hazırlayır, kədər çalanlarından yüksək olanı. Kədər labutluğu ehtizazı hazırlayır, kədər labutluğundan yüksək olanı. Muğamda kədər labutdur, kədərsiz mümkündür. Məna özü kədəri yaradır, məna kədərsiz ölər. Qalxmaq, ehtizaz imkanı artırır.
bundan sonra coşkun bir dünya gelecek. Ama her o dünyanın özü değil. Az kalır. Bir adım var. Gelmiş. İrade qətiyyətini, etizaz imkanını artırır. Mənsuriyyət. Ha ki, vaxtımız az, buna görə mən çox qısa danışıram. Düşüncələr düşüncədən artıq olur, etizaz yaranır. Bu etizazın özüdür. Yaxşı qulaq asın axıra qədər. Kədərdən artıq olur, etizaz yaranır. İradə iradədən artıq olur, etizaz yaranır. Qəlbin xüsusi vəziyyəti də olur. Həm ürlü, həm heyrətli, qəmli, fərəhli, hökümlü, ilhamlı, həqiqətlə işıqlanan. Bu da işıq yaranır. Ən qaranlıq otaqda belə bu işığı ürəkdə adam görür. Və bu şişmə deyil, belə bənzətmə deyil, bu şairənə bir epitetdir. Muğam katarsisi, yəni təmizlənməsi. Muğam insanı hər tərəfli, ruhani mənada təmizləyir. Bilik vasitəsilə naşılıqdan təmizləyir. Duyğu vasitəsilə duyğusuzluqdan təmizləyir. Əməl vasitəsilə əməlsizlikdən təmizləyir. Kamillik vasitəsilə qeyri-kamillikdən təmizləyir. Məncə bu aydındır, bunu xüsusi müşahidə eləmək lazımdır. Hürmüz ışığı, bunu xüsusi qeyd eləmək istəyirəm, dəftəriniz varsa yazın, muğamda hürmüz ışığı çox güclüdür. Muğam hürmüz ışığı yoludur. Maye-i kârgâh, zəhmət olmasın. Qəmdir, qəm özü şıxdır. Qəm arasında, o zaman gəlirəm ki, Füzulun bu göz yaşını, nə o göz yaşını ışıq yoxdur, nə o göz yaşını dörd əsli bir ışıqlandırmır. Göz yaşını ışıqdır. Müdrikten yaşlanmış arif düşünceler seyradi şudur. Möhteşem dikkatli müqəddəs duygular şudur. Eğer senin kederin ışığı yoksa, demek senin kederin bak olacaktır. Cüstan. Bəstənigar, kədər ışığı, keçidləri, saçmaları, ishar kədəri, inkar kədəri, ülviyyət kədəri, müdüflik kədəri ışığı. Siz əgər filosofların, o şəkli olan filosofların, böyük filosofların gözlərinə baxsanız, hamısının gözü əmlidir, və şıxlıdır.
hasar, kədərin inkarı, işığı. Bəli, kədər böyüyəndə, elə bir dağa çevriləndə, onda öz inkarını özü eləyir. Kədərin inkarını özü eləyir, kədər özünü inkar eləyir. Çox böyüyəndə. Ey xoş olməz ki, bilməz qəm-i aləm neymiş. Nə çəkər aləm üçün, nə bilər qəm neymiş. Bir pəri silsilə-i eşqinə düşdüm var. Şimdi bildim səbəbi xilqət. Elə bildiyim üçün də fərəhliyəm. Ona görə vaiz adı qulaq asmıram. Vaizə. Vaiz öfsaf-ı cəhənnəm der, ey əhli vərə. Var onun öz dünyası var. Göz, cəhənnəm neymiş? Cəhənnəm elə o vaizin söhbətidir. Onun mənasız öğütləridir, tənəsidir. Kim kimə təni eləyir? Mənsuriyə mütləq və görüşün ali işığı. Hər kəsin özünü mütləq və görüş anı olur. Biri gözəl bir əsərin yazı tutalanda görüşür. Birimiz dünyana dəhşət gözəl görür. Biri sevgidə məcnunun neyisi. Birinin bir gözəl bir fikri, birinin bir gözəl bir aqibəti. Hərin öz Allah məqamı var. Amma var, mütləq var. Yəni onu gözlə biləsən, gözündə olasan, həm də təmiz olasan. Çirkin qalb Allah gəlmir. Kur'an'ın fərəhi. Kur'an'ın hakkında söhbətimiz oldu, təkrar verməyə imkanımız yoxdur. Və muğam başdan ayağa mahiyyətcə fərəşdir. Kədərin fərəhi. Əcaib səslənir. Kədərin fərəhi. Lakin bu əcaiblik zahiri əcaiblikdir. Əsl kədər elə fərəşdir. Əsl fərəhin özündə də kədər var. Əgər kədər böyüksə, o fərəşdir. Maye-i kargah. Mahiyyətli düşüncələr fərəhi. İndi qulaq asın. Necə qəmlidir. O qəmdə necə böyük fərəh var. Məna fərəhi. Sən onu kədəri dərk elədiyin üçün fərəhlisən həm də. Müdrik olmuşsan. O da fərəhdir. Mahiyyətli düşüncələr fərəhi. Ülvi niyyətlər fərəhi. Ruhani möhtəşəmlik fərəhi. Ruhani riqqət fərəhi. Qəmdə ürək çox riqqətli olur, çox tez döyünür. Lakin sonunda o fərəhlə döyünür. Baxın, müdürcü yoldur. Kədərə dalasan, ne kimi içəsən. Elə şeylər var. Kədərin ne kimi içmək var. Yoksa deyirlər ki, bu 5 günü ömrümüzdə nə var, nə qədər kədərlənmək olar. Ama kədərlənirsən deyib fərəhlənirsən. Her şey başka gün, hiç ne bugünkü deyilənlər kimidir. Bugün hamısı yalandır. İnsan hakkında ne deyir, hamısı yalandır. Kədər hakkında, fərəh hakkında, gözəllik hakkında, becəri hakkında hamısı üzdəndir. Sərtidir və yalandır. Və Muğam onu bizə deyir. Muğamı gərək elə oxuyasan ki, sarsıdasan. Muğamı elə oxurlar ki, adamın ürəyi canına yağ kimi yayılır. O pis xanəndədir.
gəc, dünya kədərini duymaq fərəhi, imtina kədəri fərəhi, kədərdən ayrılmaq istəyib fərəhi, kədərdən ona görə ayrılmırsan ki, o pis şeydir, kədərdən ayrılırsan ki, kədərin başqa səviyyəsi, fərəh səviyyəsi gəlsin. Hasar, ruhani iradə əməli fərəhi, şamili həsrəti fərəhi və mənsuriyə mütləqlə görüş fərəhi, müqəddəs heyrət fərəhi. Ömrü boyda axtardığını və artıq belə fişlə gəldin ki, daha tapmayacaqsan. Birdən tapırsan, nəsə bir sözdür, nəsə bir insanmı, kiminsə bir əlinin hərarəti mi, qapığı kimsə açırmı, onda kədərdən böyük bir fərəh yaranır. Mütləqə inam o deməkdir. Və bunu da siz gördünüz. Sufi tanrısı, muğam tanrı yoludur. İnsaniliklə ilahiliyin birliyinə aparan, ülvi həyatın Tanrı ilə qovuşmasıdır. Muğam, idraç və duyğu birliyidir. İnsanı Tanrıya qovuşduran, Tanrı insanın içində yaranır. Sonradan insandan artıq olur, adamdan artıq olur. Və insan ona qovuşur, insan olur. İdeal ilahiliği yolu insanı Tanrı'ya çattıran, eytizat ilahiliği yolu insanı Tanrı'ya kavuşturan, ruhani temizleme yolu Tanrı'ya kavuşturan, çağıracak, mahiye-i çağıracak, mahiyeti düşünceler ilahiliği. Elə bilirlər ki, ilahilik elə göydədir. İlahilik yerin göy mahiyyətidir. İlahilik yerdəki göylükdür. İlahilik insandadır, sifətdədir, əməldədir, arzudadır, yerişdədir, duruşdadır, bacılıqdadır, qardaşlıqdadır. Lakin bacılığın, qardaşlığın nə varsa hamısının xüsusi vəziyyətidir, xüsusi anıdır. Tanrı yerdədir, içimizdədir. Mahiyyəti düşüncələr ilahiliyi, sirli mənalar ilahiliyi, Füzuli əlində qələm alanda Allahınla görüşürdü. Bu da ilahilik.